Bir dənə şəhərə gəlmişəm, trolleybus gedir. Buna baxın, trolleybusa bax. Ləzzət elədi. O vaxtlar yadıma düşdü. Trolleybus vaxtları. Hər vaxtınız xeyir olsun. Nə var, nə yox, necəsiz? Yağışdan sonra ıslanmışım. Yağışdan nə qorxusu var deyirsiniz? Hə? Cənnət məkandır, cənnət məkan. Şəhərləri gəzirəm. Prosta axuyyet eləyirəm, axuyyet. Bu da avtobuslarıdır. İbrahim Nehrəmli, arvadımın, qızımın, gəlinimin dilinin üstünə qutarım. Qəhbənin balası, nə vaxta kimi peysər atacaqsın? Siyasət, miyasət qutarıb. Milyonlarla insanların evləri suyun altında qalıb. Ofisləri, nə qədər 10 minlərlə bəlkə də heyvanlar tələf oldu, getdi. Yazıqların dili ağzı yox danışmağa. Amma peysər, oğraş, arvadı qəhbə ilhamla vitse-prezident kimi qəhbə mehriban çıxıb bir kəlmə xalqın xeyrinə bir kəlmə söz demədilər. Təbii fəlakət deyib üstündən keçdilər. Ona görə də bu qəhbə ailə getməlidir. Özünüzdən müğayət olun İbrahim Nehrəmli. Sənin arvadının, qızının dilinin üstünə qutarım. Sənə varatarlıq eləyən o Ramiz Rızayevdir, Zakir Qaralovdur, Kamran Əliyevdir, Rüstəm Yusubovdur, Vilayət Eyvazovdur, Əlin Ağıyevdir. Nə bilim, o verxuşka, özünü verxuşka sayanların hamısının arvadının, qızının dilinin üstünə qutarır. Necədir? Ləzzət eləyir qəhbənin balalar. Siyasət, miyasət yox deyir, siyasət qutarıb. Deməli, Mirşahin göstərir ki, necə Alyonanın dilinin üstünə qutarırlar və deyir ki, Alyona deyir. Mirşahin, sənə görə Alyonanın dilinin üstünə qutarıb. Bunu da belə göstər ki, Elşad Alyonanı söydü. Qəhbənin balası. Daha tramvay. Trolleybus, daha doğrusu, trolleybus. Cənnət məkan. Özünüzdən müğayət olun. Vaxtım olanda itələyəcəm. Arvadlarınızın, qızlarınızın ağzına verəcəm. Sıra. Baldızının ayran Raufdur, Mirşahindir, Zar Götoğludur. Nə bilim, Qafqazin Fodetixanın Sukası Elbrus. Hamınızı şeyimdən keçirdəcəm.